binanın yavaş abris-savat edilir, nəyə oxşayır. Qəşəng bina olacaq. Düz heç yerə dönmədən düz gedib, oradan Rəşid Bəyokova çıxıb, sonra da Füzuliyə dönürük, qutardı. Şəxsiyyətin özündə? Yox. Harada biz? Lazımdır, hə? Evdə qalır? Nargilə keçməmişik ki, yox. Yox. Mən yadımda idi, dedim səhər çıxan birdən yadıma düşdü. Mənim də yadımdaydı, mən də yadımda götürəm. Qaşlıqdaydı elə hamısı. Gezi-gəziyor onda. Telefonda da göstərsək keçməz də, yox. Yox, şəxsiyyət dedilər. Aynen. Bəlkə də keçər, öncə bilmirəm. Mən də bilmirəm də, ha. Buradan gelmə gec olar. Bura tez olar 100%. Boş yolda. Hipermarketdən deyib keçir Ukraynsk yol uzaq. Ha, elə geçsən yol uzaqdır. Aradan yol var olmağın, amma Aralar. yenə də, ha, bura tez olar. Dördün yaşıdır buradaydıq da, hə? Gələ nə qədər vaxt sürəcək? Azı yarım saat. Eyti girirsən də, hə? Mütləq də girim, hap keçirəm. Başqa cürə yolu yoxdur, gərək girim. Elə şeyin qabağında dayanarsan, geçdin. Hə. Çıxıb düşürsən də tez.
Nargilə, hə? Hə. 20 dəqiqə vaxtımız getdi. Heç 20 dəqiqə getmədi, 18 dəqiqə. Naqruska var da, 50 git, 60 gedə bildiyimiz halda 50 ilə gidirik. O qədər. Bazarlardan yaxşı. Yamadan qalsa sürür maşının üstünə. Nə axmaq adam deyil. Adamın aynı yəqin ki çatar 1 saat vaxtımız, 1 saat 5 dəqiqə vaxtımız var. Vaxtından biraz qabaq çıxmaq vaxt ona görə lazımdır. Görsən nəsə yaddan çıxanda gedib çatdıra biləsən. Marandan çıxanda da çatdırmırsan. Hər halda düz deyirmiş. Görsən buranı avyaz eləmək üçün deyirdi. Ged ora, oradan dön, oradan gör ki. O şey dərman edib ya onlara. Dərman sıxmışam, sürüşkənliyi itib. Onca belə güzgülər açılır. Yağış. Ehtiyac yoxdur, güzgülər yaxşıdır da, güzgüləmək lazımdır. Mənə əsas içərdən lazım idi ki, onu ona görə dedim ki, o tərlətməyəcək də, o mənada. O da heç tərləməyə də kömək eləmədi. Spirtlə şeyləndə, spirt buzdan vuran, tərləməyə bilmirəm, tərləməylə qabağını alır, yoxsa duzlu su məsələn şeylə. Ümumiyyətlə elədir də, ümumiyyətlə Bakıda velosiped sürən azdır, baxanda, başının profildə ona pazarət eləmir. Əyrir, skuter sürür, motor sürür. Amma ki, olmağı yaxşıdır da, indi o olmayandan sonra hardan sürsün? Var ki, sürəcəklər də, var, yavaş sürəcəklər. Bu yayda mən ehtimal edirəm ki, o yollardan əməlli başlı aktiv istifadə olunacaq. Həm şəhərdə maşın sürməyə var, daha diqqət artırmaq lazım olacaq, çünki hər yandan velosiped çıxacaq. Belə də ki, velosipedlə gedəndə də basa-bas olacaq da, kimsənin yolu çıxacaq, necə maşın sürürlər, yəni velosiped sürürlər. Əyri, proti, filan, nətər gəldi, heyvan kimi. O da bir mədəniyyətə minənə qədər də bir ən qədər dözmək lazımdır. Ən çox folkdur da, onlara sərbilir. Onlar olsun da, onlar yazıla qalmışlar, hardan keçsinlər, nətər keçsinlər. Olsun da, lazımdır. Axırı şəhər olmalıdır da, belə olmalı deyil ki. O ki qaldı ki, probkadır, getmək olmur. İndi burada nə fərq var? 3 zolaqlıq, 4 zolaqlıq qalmışsan probkada, yoxsa 1 zolaqlıq qalmışsan probkada. Həmin şeydir də. O da 1 dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə başa düşəndən sonra ki, şəhərə maşından çıxıb probkada dayanacam, adamlar hesabını tutub, çıxmırlar. Başqa yol axtarırlar. Avtobus, taksi, nə bilim, metro. Amma velosiped var şəhərdə ən lazımlı şeydir. Alassan onu məsələn 2000-ə, maşın gör neçə min. Onun təmir xərcləri harda, bunun təmir xərcləri harda. Onun rasxodu harda, bunun rasxodu harda. Ona görə də cəmaatı başa salırlar ki, keç də sən cavan adamlardır. Məsələn 40 yaşına qədər hələ ondan sonra mən bu yaşda velosiped sürürəmsə demək 50-yə kimi də qaldırmaq olar. Amma 40 yaşına qədər, laf 50-yə də olar, 50 yaşlı qoca deyil ki. 50 yaşında qoca adam var ki, 50 yaşında onun normaldır. Amma 40 yaşına qədər 100%, yəni 100% 40 yaşına qədər adamlar yuvutxorun üstündə durmaq olmaz. 40 yaşından kimi adamlar şəhərdə maşın olmaqdansa, olsun nə maşında olsun, saxladamın qarajlarız. Amma işin gücünü dağılacaq, işə gedəcəksən, məsələn, maşın nə boydadır ki, skuterlə, sumqatla da gəlmək olar, ya da elektrovelosipedlə. Maşından 5 dəfə, 10 dəfə ucuz şey almaq olar, elektrovelosiped almaq olar ki, maşın əvəz edir. O ki, qaldı küləkdir, yağışdır, uzaq başı həmin günləri maşından çıx. Amma yəni,
Onun da yolu var da. Onun üçün də geyim var da. Geyinirsən, normal geyinirsən. Hə, kim ki ofisdə işləyir, kim ki müdürdür, kim qalstuk taxır, nə bilim, kimin ayaqqabısı qaradır, kim belə yerdə işləyirsə, onlara məsələn başa düşmürlər ki, bunlar da bu işə işlədiyinə görə vəsibə sürə bilmirlər. Amma böyük əksəriyyət bunu eləyə bilər. Hə də, qəşəng görsənir də, nəyə pisdir ki. Əl vurmazsa adına tonla qaralacaq, qəşəng olacaq. Əl vururlar, ləkəliyirlər ora burasını, qarışdırırlar bir-birinə, orada yaxşıyırsan. Görsən harada dayandı qaldı, bax. İndi dala verir. İndi dala verəcək, gələcək piyada keçidinin üstündə. Məcbur dala verməyə, çünki oradan gələnin qabağını kəsir. Orada avtobus yoldur. Onlar da gəldi, orada dayandı. Stroq cərimələrsə valla belə şey olmaz. Cərimələrlə başını buraxıblar boş. Şəhərin mərkəzidir, belə şey olar. Və qayda gedir. Heç kəs də cərimələr. Səsini də çıxartır. Ona görə mənim kimi dayananda daldan siqnal verirlər. Sən də deyirsən, öyrən. Mən sürə bilərəm, qalmışım. Hə, sürərsən, valla sən sürərsən. Sən adekvatsan elə şeylərə. Sən sürərsən. Nə qədər öyrənim ki. Birdən-birə təbii ki, öyrənməyəsən. Birdən-birə mümkün deyil. Sürməyi sürürsən. Sürərsən də yavaş. Daldan, qıraqdan gələn. Onlar hamısı yavaş kütələşən. 2 ilə, 3 ilə, 5 ilə kütələşən şeylərdir. Bir dəfəyə 70 yaşım olar. nə olsun da. Əvvəl qısa məsafələrə, tanıdığın yola, məsələn, mama gilə gəlib gəlməyə öyrənəsən, yolu başqa yerə getmə, ancaq ora get gəl. Orada başqa o qədər şeylə gələcəksən, yolda tanıyasan. Sonra oxusan, onu oxşadacaqsan, elə biləcəksən ki, sürmək nəzər olur. Düz deyil, vaxtında başlasaydın, o vaxt ki başlamışdıq ha. Onu davam eləsəydi, sənin də əməli başlayırdın. Amma yenə də gec deyil. Yəni, görəndə ki, 72 yaşında arvad maşın sürməyə öyrənir. Deməli, mümkündür də. O da birdən-birə yəqin ki, öyrənə bilməz. O da mümkün deyil. O yəqin ki, nə vaxtsa sürüb, indi provası yoxdur, yəni yadırğıyıb, nədir? O elə ola bilər. Amma yenə də olsun da, axır ki, adam o yaşında sürməyə çalışır da. Cəfər imtahan verəndə orada şoferlər vardı ki, vaxtı ilə şofer işləyib. İndi imtahanı keçə bilmir. Provasının vaxtı ötüb keçib, düz deyir getməkdən, deyir dön sola, sonra qabaqına dönər, sonra yəqin probkaya görə deyir. Hə, orada gözümün qabağında, məsələn, yekə-yekə kişilər hansı ki, şofer işləyirlər vaxtı ilə, onlar imtahan verəmə də Cəfər verdi. Yaddaş yaxşı olmazdı. Yaddaş. Zamanla hamısı düzəlir. Əsas başlamaq lazımdır. Başlayandan sonra vaxtı gəldikcə hamısı düzəlir. Yaddaş da yerinə düşür, hər şey. Yəni ki, mümkündür.